kişilərin belə deyək, yaralı yeridir və onlar çalışırlar ki, bu problemi həll edəsinlər. Çox vaxt bunun kökündə stres, gərginlik, həyəcan dayanır ki, onu demək istəyirəm ki, bu pasientlər çox vaxt narahat olurlar və gedirlər aptekdən müəyyən dərman preparatları alırlar və bu da çox səhv addımdır ki, burada konkret vaxt demək mümkün deyildir. Sonda müəyyən qədər effekt əldə etsələr də onlar yenidən əvvəlki vəziyyətə qayıdırlar. Bizim kanalın izləyicilərini salamlayıram və vaxt tapıb bizi izlədiklərinə görə onlara özlərinin təşəkkürümü bildirirəm. Və bugün çox maraqlı bir mövzu haqqında danışmaq istəyirəm. Bu mövzu ondan ibarətdir ki, bizim izləyicilər, bizim bəylər soruşurlar ki, ən çox sizə verilən suallar hansıdır, hansı ki, bu son zamanlar aktualdır. Ümumiyyətlə, bu verilən suallar içərisində ən aktuallıq təşkil edən bir sual var ki, bu həmişə gündəmdədir, həmişə bizim pasientləri, bizim bəyləri narahat edir. Bu, əsas etibarilə sərtləşmə ilə bağlı və bir də tez boşalma ilə bağlı olan suallardır ki, bu kişilərin belə deyək, yaralı yeridir və onlar çalışırlar ki, bu problemi həll edəsinlər. Nəzərinizə çatdırım ki, ümumiyyətlə istər sərtləşmə ilə bağlı, istərsə də erkən boşalma ilə bağlı olan problemlər çox vaxt bu birbaşa beyinlə əlaqədar olur, yəni beyindən gələn siqnalla əlaqədar olur. Yəni bu siqnalın həddən artıq tez gəlməsi çox vaxt qısa qapanma yaradır və həmin şəxsdə erkən boşalma baş verir. Və burada eyni zamanda həmin şəxsin keçirdiyi həyat tərzi, təbii ki, burada biz psixoloji durumu ön plana çəkirik. Yəni ki, çox vaxt bunun kökündə stres, gərginlik, həyəcan dayanır ki, həmin şəxslərdə bu problem həll olunduqdan sonra erkən boşalma da aradan götürülür. Digər tərəfdən bu şəxslərin qəbul etdikləri müəyyən dərman preparatlarda və eyni zamanda onların vaxtilə keçirdikləri müəyyən infeksion xəstəliklər və xroniki prostatit kimi problemlər də erkən boşalma və eyni zamanda sərtlik itməsi ilə nəticələnə bilir. Onu demək istəyirəm ki, bu pasientlər çox vaxt narahat olurlar və gedirlər aptekdən müəyyən dərman preparatları alırlar və bu da çox səhv addımdır ki, sonda müəyyən qədər effekt əldə etsələr də onlar yenidən əvvəlki vəziyyətə qayıdırlar. Bir sözlə demək istəyirəm ki, bu kimi pasientlərdə çox vaxt bu problem hər hansı bir partnyorla münasibətdə də yarana bilir. Yəni ki, qarşı tərəflə olan münasibətin qeyri-normal olması da onlarda erkən boşalma və sərtləşməsinin itməsi ilə nəticələnə bilir. Bəzi hallarda isə xroniki prostatitdə, yəni yarımçıq müalicə olunmuş xroniki prostatitdə də sərtləşmənin itməsini biz müşahidə edirik ki, müalicə olunub, amma tam müalicə olmayıb. Eyni zamanda erkən boşalma o şəxslərdə hər hansı bir depressiya və yaxud da ki, stres halının keçirilməsindən sonra baş verən erkən boşalma halı. Bu onu göstərir ki, məhz istər erkən boşalma, istərsə də sərtliyin itməsi bu birbaşa beyinlə, sinirlə əlaqədar olan məsələdir. Yəni sinir ötürücülüyünün pozulması ilə əlaqədardır. Burada düzgün yanaşmaq, yəni problemin kökünü tapıb müalicə etmək lazımdır ki, sonda bu müvəffəqiyyətlə nəticələnsin, yəni pasient məmnun qalsın. Amma çox vaxt bizim pasientlər tələsirlər, yəni tez nəticə əldə etmək istəyirlər, amma bu belə deyildir və bizə verilən suallar içərisində də pasientlərimiz soruşur ki, bu bir həftəyə, 10 günə, bir aya mı müalicə olunacaq? Burada konkret vaxt demək mümkün deyildir. Çünki bir pasientdə bir ayda əldə edilən müsbət nəticə digər pasientdə 2-3 aydan sonra əldə edilə bilər. Mən sonda sizə sağlamlıq arzulayıram və arzu edirəm ki, heç bir xəstəliyə düçar olmayasınız və əgər hər hansı bir kliniki əlamətlər müşahidə edildikdə, istənilən orqanda müəyyən bir çatmazlıq, müəyyən bir narahatlıq olduqda bunun vaxtında üstünə düşəsiniz ki, və sonda hər bir şey müsbət həll olunsun ki, həmin şəxsdə sağlamlığı ilə bağlı problem qalmasın.